Aspire öyrənmə tətbiqində şagird kimi necə qeydiyyatdan keçmək olar? Öncə Aspire Learning App saytına daxil olursunuz. Qeydiyyat düyməsini sıxırsınız. Aspire öyrənmə tətbiqinə xoş gəlmisiniz. Gəlin başlayaq düyməsinə klikləyirsiniz. Sizin indi rolunuz nədir bölməsindən mən şagirdəm işarələyirsiniz. Sonraki düyməsinə sıxırsınız. Açılan yeni səhifədə özünüz haqqında əlavə məlumatları paylaşırsınız. Yaşadığınız ölkəni, öyrənmək istədiyiniz kurikumu, oxuduğunuz sinifi seçib sonraki düyməsinə sıxırsınız. Qeydiyyatdan keçin bölməsindən adınızı, yaşınızı, telefon nömrənizi, e-poçt adresinizi yazırsınız. Şifrə təyin edirsiniz. Başlamaq düyməsinə sıxıb, mailinizi təsdiq etmək üçün elektron adresinizə gələn şifrəni platformaya yazırsınız. Mailiniz təsdiq edildi. Aspire öyrənmə tətbiqində şagird kimi qeydiyyat uğurla tamamlandı. Aspire öyrənmə tətbiqində sinif otağına necə daxil olmaq olar? Profilin sağ küncünə klikləyib, sinifə yazıl bölməsinə sıxırsınız. Açılan səhifədə xanalara müəllim tərəfindən verilən sinif kodunu yazırsınız. Sinifə yazıla klikləyirsiniz. Sinifə daxil ola sıxırsınız. Aspire öyrənmə tətbiqində rəqəmsal sinif otağına daxil oldunuz. Sinif otağında ev tapşırığını necə yerinə yetirmək olar? Bunun üçün ev tapşırığı bölməsinə klikləyirsiniz. Verilən ev tapşırığını başlamaq üçün başlamaq düyməsinə sıxırsınız. Ev tapşırığına keçid etmək üçün videonu sona qədər izləyin. Bəli, mən videonu izlədim düyməsinə sıxırsınız. Ev tapşırıqlarını yerinə yetirmək üçün doğru variantları işarələdikdən sonra təqdim et düyməsinə klikləyirsiniz. Aspire öyrənmə tətbiqində test tapşırıqlarını necə yerinə yetirmək olar? Verilmiş testləri yerinə yetirmək üçün sinif otağından test bölməsinə daxil olursunuz. Başlamaq düyməsinə klikləyib testə daxil olursunuz. Doğru hesab etdiyiniz variantları seçib tətbiq et düyməsinə sıxırsınız. Test nəticənizə baxmaq üçün sinif otağına daxil olub test bölməsinə keçirsiniz. Müddət bölməsindən ox işarəsinə klikləyirsiniz. Açılan yeni səhifədə doğru cavablarla tanış ola bilərsiniz.